Xüsusən də bugünkü günlərdə, yəni sosial şəbəkələrdə, yəni YouTube-da, Facebook-da və digər sosial şəbəkələrdə yəni haramlar qarşımıza çox çıxır. Və bu halda həqiqətən gözü qorumaq çox çətindir. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurmuşdur ki, baxış iblisin zəhərli oxlarından biridir. Baxış iblisin zəhərli oxlarından biridir. Və deyir, kim deyir, Allah qorxusundan, gözün deyir, harama baxmaqdan tərk edərsə, Allah deyir, onun qəlbinə imanın şirinliyini salar. Sən Allah qorxusundan gözünü qoruyarsansa, harama baxmazsansa, Allah Azza və Cəllə sənin qəlbinə imanın şirinliyini salar. İmam Şafinin belə bir sözü var, deyir, haram baxışlar qəlbin zülmətidir. Kim deyir, baxışını qorusa, Allah ona bəsirət verər. Yəni, haram baxışlar deyir, qəlbin zülmətidir. Kim deyir, baxışını qorusa, Allah ona bəsirət nəsib edər. Sənin bəsirətin olar. Bəsirətli bir insan olarsan. Həqiqətən də gözü qorumaq əzəmətli ibadətlərdəndir. Çox adam bugünkü günlərdə buna diqqət etmir.